Qışla bağlı ciddi xəbərdarlıq. Amerika və Avropanın aparıcı meteoroloji qurumlarının uzunmüddətli hava proqnozları narahat edici mənzərəni ortaya qoyur. Mütəxəssislərin fikrincə, 2026-cı ilin qışı qlobal miqyasda qeyri-sabit və dəyişkən hava şəraiti ilə yadda qalacaq. Dünya üzrə fərqli ssenarilər. Proqnozlara əsasən, bəzi ölkələrdə qış sərt şaxtalar və güclü qarla, digər bölgələrdə isə normadan isti hava ilə müşayiət edilə bilər. Bu isə iqlim proseslərində ciddi dəyişikliklərin getdiyini göstərir. Azərbaycanda qış necə olacaq? Milli Hidrometeorologiya Xidmətinin açıqlamasına görə, ölkəmizin coğrafi mövqeyi və Xəzər dənizinə yaxınlığı qışın əsasən yumşaq keçməsinə şərait yaradır. Ancaq bu, risklərin olmadığı anlamına gəlmir. Ən təhlükəli dövr fevral. Çoxillik müşahidələr göstərir ki, qışın ən soyuq günləri əsasən fevral ayına təsadüf edir. Keçən qış mövsümündə Bakıda qeydə alınan 12 qarlı günün 11-i məhz fevralda olub. Temperatur isə -4,6 dərəcəyədək enib. Temperatur enə bilər, yağıntılar arta bilər. Proqnozlara görə, qış mövsümündə temperatur ümumilikdə norma daxilində olacaq. Yanvar ayında temperaturun normadan 0,5-1 dərəcə yüksək olması ehtimal olunur. Ancaq ayrı-ayrı dövrlərdə soyuq hava dalğaları ölkəyə daxil ola bilər. Bu vaxt temperatur qısa müddətdə kəskin enə bilər. Abşeron yarımadasında və digər bölgələrdə yağıntıların miqdarı normadan artıq ola bilər. Qar, yağış, şaxta, hər şey mümkündür. Mütəxəssislər xəbərdarlıq edirlər ki, qış boyu hava şəraiti tez-tez dəyişə bilər. Bu da nəqliyyatda çətinliklərə, gündəlik həyatda fasilələrə səbəb ola bilər. Qış sərt olmayacaq deyə arxayınlaşmaq olmaz. Dəyişkən, sürprizli və diqqət tələb edən bir qış bizi gözləyir. Hava proqnozlarını izləmək və ehtiyatlı olmaq tövsiyə edilir.